Dostlar, salam aleyküm, sizi salamlayıram. Qısaldılmış olsa da sizə bir dənə uzun çəkməsin deyə söhbət eləyəcəm. Qardaşlar, insanla heyvan arasında olan fərqdən danışaq bugün. Bu digədi 3 gündür ki, öz evladını itirib. Yəni 3 gündür ki, balası ölüb, indi evlad deyə imdad diləyir bu. Bu ilk qarnadır. Yəni birinci qarnadır, doğub heyvandır, balası öldü, indi 3 gündür gedir. Nobata qayıdır gəlir, gedir naxıra qayıdır gəlir. İndi sizə cana heyvan, can. İndi sizə nətər heyvanla insanın arasında olan şeydən danışacağım. Fərqdən. Yəni bu heyvan deməyim o ki, and ola Allaha ki, bəzi insanlardan çox ağıllıdır. Bu ilk qarnadır. Bizim Gülxanım deməli 3-4-cü qarnını doğub, aparıb bir cüt balanı da verib qardaşlar. Ara diddoma. O indi Gülxanımda olan ağıl. Bu da bizim bu sarı dügədə olan ağıl. Fikir ver, hələ ölü baladan örtü bu heyvan. Yəni heyvan ağılda bu heyvanın ağılıdır. Gör neyinir. Ancaq Gülxanımla qarır, gündə gözünə linza qoyur, canlaçır. İndi vallahi Allah insanlara heç nə başqa çarəmiz yoxdur, ağıl versin. Allah insanlara nətər deyim sən, dözüm versin, düz yol versin. Heç olmasa elənçi insanlarda bu düyə qədər ağıl olsun, vallahi. Allah haqqı bala qədri bilsin. Çox sağ olun, minnətdaram. Sən Allah sizə and verirəm Allaha, mənim bu çıxışım səhv çıxışsa mənə bağışlayın, düz çıxışsa orada bir dənə yazın. Düz izah edilən bu söz sizə yoxsa səhv izah edilən. Çox sağ olun, minnətdaram.